Deməli, Ferrari-dəki 20-25 nəfər mühəndisi çıxardırıq çölə, yerinə 3 dənə əsl azarkeş qoyuruq. Mən 100% əminəm ki, Ferrari daha uğurlu olacaq. Yəni durduq yerə bir pilotu necə bir pillə aşağı salmaq olar, kitabın yazdılar. Boş yerə dubli itirdilər. Leclerc üçün əslində yaxşı idi, biraz özünə gəldi, amma Hamilton üzündən də görünür ki, adam məyusdur, çox məyusdur, amma Ferrari üçün pis həftə sonu keçmədi. Antonelliyə gələndə isə maşındakı problemə görə sürücüyə heç bir irad vermək mümkün deyil. Ola bilər biraz aqressiv sürüb, amma Mercedesin dayanıqlıq problemləri var. Sürücülər ya yarışı udurlar, ya da DNF olurlar. Belə ortası yoxdur. Russell isə sakitcə başını aşağı salıb sürdü və Ferrari də ona ikinci yeri hədiyyə elədi, belə desək, və xal fərqi də çox azalıb əslində. Demək olar 20-lərdədir. Çempionat qızışır. Verstappenin qəzasına gələndə isə maşından düşəndən sonra maşın haqqında problemləri dedi ki, maşına görə oldu, amma epizoda dəqiq baxmamışam, bilmirəm maşında nəsə qırılır, yoxsa tamamilə Verstappenin öz səhvi idi, amma nəticədə yarışdan kənarda qaldı. Norris də eyni Russell kimi başını aşağı salıb sakitcə maşını sürdü və 4-cü yerə gəldi. Digər komandalara gələndə isə Racing Bulls yenə də həmişəki kimi ilk 10-luqdadır. O komandaya həqiqətən halaldır. Alpinlər də ilk 10-luqdaydı və bir dənə göz muncuğu Audi'dən Bortoretto'da ilk 10-luğa düşə bildi. Hamı çıxa-çıxa gedirdi, az qala Alonso falan da gəlib düşəcəkdi. Və bizi 2 həftə sonra Belçika yarışı gözləyir. Belçika yarışını xüsusilə sevirəm. Ferrari'nin güclü olduğu treklərdən biridir. Məncə maraqlı rəqabət olacaq. Ferrari azarkeşi deyiləm.